İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Xocalının Ballıca kəndinə növbəti köç kərvanı yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Mərhələdə Ballıcaya 15 ailə, 68 nəfər köçürülüb. 92-ci ildə biz məcburi köçkün düşmüşük. Artıq 33 il keçir həmən gündən. Yerimizdə, obamızda qayıdırıq. 20 yaşında oradan çıxmışdım. Artıq mənim 53 yaşım var, 4 dənə nəvəm var. Sevirirəm. Çox gözəl hissdir. 34 ildən sonra vətənə qayıtmaq özü çox gözəldir. Doğma yurduna yola salınan köç kərvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb. Bu mərhələdə köçürülən 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ballıca kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib. 1992-ci ildə Qaçqın düşdük, Şəkiyə getdik, sonra Ağsu, Ağcəbədi. Axırıncı dəfədə 2009-da Goranboyran Aşağı Cəkət qəsəbəsində fəxrlə qürur duyuruq ki, bugün öz torpaqlarımıza gəlmişik. Biz buradan çıxanda bizim 5 nəfərdən ibarət idik. Anam başda olmaqla 5 nəfər ailə üzvü olaraq qayıtmışıq bura. Bugünkü günümüzə şükür. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunur. Emin Babayev, Diana Cəlali, Spice Xəbər, Xocalı, Ballıca.